Tarixi zəfərimizdən 5 il ötür. Ölkəmiz bayram günlərini yaşayır. Paytaxt və bölgələrimizdə hərbi yürüşlər keçirilir. Bakı hərbi parada hazırlaşır. Bayram günlərində əhvalımızın xoş olmasına havanın da təsiri çox önəmlidir. Bəs görən paytaxtımızda hava necə olacaq? Bakıda və Abşeron yarımadasında noyabrın 7-sində hava şəraitinin dəyişkən bulutlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, gecə və səhər bəzi yerlərdə az çiskinli olacağı ehtimalı var. Cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 9-13, gündüz 17-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu, nisbi rütubət 70-75% təşkil edəcək. Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturu gecə 7-12, gündüz 18-23, dağlarda gecə 0-5, gündüz 7-12 dərəcə isti olacaq.